Qarabağ Universitetində abituriyentlərin ixtisas seçimi prosesində onlara dəstək olmaq məqsədi ilə təşkil olunan Açıq Qapı Günləri davam edir. 27 iyul tarixindən etibarən keçirilən Açıq Qapı Günləri çərçivəsində universitet indiyə qədər 600-dən çox abituriyent və onların valideynlərini qəbul edib. Din imtahanında 525 bal toplamışam. Psixologiya fakültəsini istəyirəm. Qarabağ Universitetini seçmişəm. Mənim üçün Qarabağ Universiteti çox qəşəng universitetdir və burada özümü inkişaf elətdirə biləcəyimə inanıram. 613 bal toplayaraq Qarabağ Universitetində hüquqşünaslıq fakültəsini seçmək istəyirəm. Bugünkü təəssüratlarım çox gözəl oldu. Qarabağ Universitetinin tələbələrə sunduğu təkliflər çox böyükdür, çox prestijlidir və mən bir şagird olaraq, yəni artıq tələbə olacağam. Bu universiteti seçməkdə çox qərarlıyam. Hamıya uğurlar arzu edirəm. Görüşlər zamanı iştirakçılar əvvəlcə universitet rəhbərliyi tərəfindən Qarabağ Universitetinin təhsil imkanları, akademik mühiti, beynəlxalq əməkdaşlıqları, ikili diplom proqramları və tələbələr üçün yaradılmış imkanlar barədə ətraflı şəkildə məlumatlandırılır. Yevlax rayon 7 nömrəli tam orta məktəbin məzunuyam. Keçirilmiş imtahanları 4-cü qrup üzrə ümumi 655 bal toplamışam. Seçmək istədiyim ixtisas isə təbii ki, müalicə işidir. Bugün burada Qarabağ Universitetində keçirilmiş tanışlıq mənim fikirlərimi çox dəyişdi. Universitetin həm akademik cəhətdən, həm də sosial cəhətdən çox yaxşı olduğunu düşünürəm, inanıram. Açıq Qapı Günləri çərçivəsində iştirakçılar universitetin auditoriyaları, laboratoriyaları, kitabxanası və tələbə şəhərciyi ilə yaxından tanış olur, müasir tədris infrastrukturu barədə ətraflı məlumat əldə edirlər. Bu il universitet xəyallarla tanış olmaq üçün Qarabağ Universitetinə gəlmişəm. Qarabağ Universitetinə tanış olduq və mən bu təəssüratdan məmnun qaldım. Hal-hazırda yataqxananın önündəyik və yataqxanadan da xoş halla ayrılıram. İnşallah bir ay sonra burada yenidən görüşə bilərik. Qeyd edək ki, Qarabağ Universitetində Açıq Qapı Günləri 7 avqust tarixinə qədər bazar günü istisna olmaqla hər gün saat 14:00 – 17:00 aralığında davam edəcək. Universitetə qəbul olmaq istəyən bütün abituriyentlər və onların valideynləri Açıq Qapı Günlərində iştirak edə bilərlər.